Davam edirik, yaxın şərqə nəzər yetirək, xüsusilə də Suriyaya. İsrail ordusunun Suriyada həyata keçirdiyi hücumlar regionda möhkəmlənməyə çalışan Türkiyəyə xəbərdarlıqdır. Bu barədə Yerusəlim Post yazır. İsrail Ankaranın Suriyada dərinə kök salmaq cəhdinin qarşısını almaq istəyir. Belə addımlar Türkiyəni çəkindirmək üçün bir vasitə ola bilər deyilir. Nəşrin yazdığına görə İranın geri çəkilməsindən sonra İsrail Suriyada Türkiyə ilə üz-üzə qalıb. Amma Ankara ilə qarşılaşmaq Tehranla müqayisədə daha risklidir. Baş verənlər isə yaxın şərqdə artıq Türkiyə-İsrail hibrid savaşının başladığına bir işarədir. Bəs qalib kim olacaq? Tərəflər bölgədə uzlaşa biləcək, yoxsa savaş davam eləyəcək? Nə baş verəcək? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik. İsrail ordusunun aprelin 2-dən 3-ünə keçən gecə Suriyada həyata keçirdiyi hava hücumları həm də bu ölkədə möhkəmlənməyə çalışan Türkiyəyə xəbərdarlıqdır. Yerusəlim Post nəşrinin verdiyi məlumata görə İsrail Ankaranın Suriyada dərinə kök salmaq cəhdinin qarşısını almaq istəyir. Belə addımlar Türkiyəni çəkindirmək üçün bir vasitə ola bilər. İsrail Suriyada İranla qarşılaşmaq üçün çox gözlədi. Amma artıq İran Suriyadan çəkilib və Təl-Əviv Suriyada Türkiyə ilə üz-üzə qalıb. Üstəlik Yerusəlim Postun fikrincə Ankara ilə qarşılaşmaq Tehranla müqayisədə daha risklidir. Türkiyə İran kimi deyil, Türkiyə NATO üzvüdür. Onun güclü iqtisadiyyatı, Rusiya və Qərblə yaxşı əlaqələri var. Ankaranın güclü hərbi müdafiə sektoru var. İrandan fərqli olaraq onun güclü şərti ordusu var və etibarlı hərbi texnika istehsal edir. Suriyada Ankara ilə qarşıdurma İranla qarşıdurmadan daha mürəkkəb ola bilər. Nəşrin yazdıqları və Ankaranın regionda həyata keçirdiyi siyasət açıq şəkildə İsrailin Türkiyənin artan gücündən narahat olduğunu və buna bir növ əngəl olmağa çalışdığını bir daha sübut edir. Suriya hökuməti Türkiyə, Palmira və digər şəhərlərdə hərbi baza yaratmaq istiqamətində icazə verir və bu iki tərəfli razılaşmalar əsasında həyata keçirilməz. Türkiyənin də Suriyada hərbi baza qurması bu üçüncü qüvvələrə qarşı yönəlmir. Amma göründüyü kimi İsrail hökuməti bundan narahatdır və Türkiyənin yaxın şərqdə artan geosiyasi və iqtisadi mövqeyinin zəiflədilməsi istiqamətində addımlar atır. Suriyada da həyata keçirdiyi bu hərbi əməliyyat Türkiyə mesajları. Digər tərəfdən İsrailin Türkiyə ilə bağlı daha ciddi addımlar ata bilməməsinin tək səbəbi Ankaranın sahib olduğu hərbi güc deyil. Təl-Əviv geosiyasi, iqtisadi və hərbi dəstək almadan nəinki Türkiyəyə qarşı heç regionda belə əməliyyatlar icra edə biləcək potensiala sahib deyil. Belə olan halda Birləşmiş Ştatlar İsraili Türkiyəyə qarşı atacağı addımlarda dəstəkləməlidir ki, Vaşinqtonun mövcud geosiyasi vəziyyət nəzərə alındıqda heç bir tərəf tutmayacağı göz qabağındadır. Belə ki, Birləşmiş Ştatlar həm İrana qarşı təzyiqləri artırır, həm də Ukraynada sülhə nail olmağa çalışır. Bütün bu istəklərini icra etmək üçün isə Ankaranın dəstəyinə ehtiyacı var. Odur ki, Ankara və Təl-Əviv arasında işlər ciddi hal alacağı təqdirdə Vaşinqton bitərəf qalmağı seçə bilər. Bu isə Türkiyənin rahatlıqla İsrailə qarşı üstünlük əldə etməsilə nəticələnəcək. Burada proseslərin ata nöqtəsi Amerikanın sərgiləcəyi mövqedir. Yəni Amerika burada İsrailə dəstək verəcəksə, İsrail Suriyada həyata keçirmək istədiyi proseslərə, planları təmin edə bilər. Amma Amerika bu mövqedə, bu prosesdə ən azı neytral mövqe sərgilərsə, hesab edirəm ki, bu Türkiyənin xeyrinə olan bir addımdır və Türkiyə istədiyinə nail olacaq. Çünki indiyə qədər Əsəddən sonra mərkəzi hakimiyyətin güclənməsi, o cümlədən müxtəlif silahlı qrupların mərkəzi hakimiyyətə tabe edilməsi istiqamətində mühüm addımlar atılıb. Xarici qüvvələrin, yəni xarici oyunçuların Suriyaya müdaxiləsi və təsir imkanları əvvəlki qədər deyil. Üstəlik diqqətdə saxlanılmalı bir məqam da var ki, Türkiyə və İsrail regionda mübarizə aparsalar belə vəziyyət ciddi müharibənin başlamasına qədər irəliləyərsə, tərəflər dayana bilərlər. Çünki hər iki dövlət regionda öz güclərini artırmağa çalışsalar da müəyyən mənada ortaq düşmən və dosta sahibdirlər. Eyni zamanda uzun müddətdir İranın bölgədəki gücünü tamamilə dağıtmağı planlayan Ankara və Təl-Əviv müttəfiqləri Vaşinqtonun Tehrana təzyiqləri artırdığı məqamda bir-birləri ilə mübarizə aparmaq yerinə ortaq düşmənə qarşı həmlələr həyata keçirəcəklər. Bütün bunların fonunda görünür həm Türkiyə, həm də İsraildə hakimiyyətdə mühafizəkar tutuma sahib lider olması müəyyən məqamlarda toqquşmaya səbəb olsa da tərəflər bir-birləri ilə uzun müddətli mübarizə aparıb zəifləmək istəməzlər. Əgər Türkiyə Respublikasının müttəfiqi Amerika Birləşmiş Ştatları sabahların İrana qarşı zərbələr indirərsə,
Türkiyə təbii ki, ABŞ-a dəstək olacaq. Necə ki, İran İsrailə zərbələr indirəndə keçən il Türkiyə bütün kəşfiyyat məlumatlarını İsrailə ötürürdü. Hətta Türkiyə ərazisindən İraqda və Suriyanın hava məkanındakı raketlər zərərsizləşdirilirdi. Türkiyə ilə İsrail regionda tandem təşkil edirlər və Türkiyə ilə İsrail arasından gərginlik hər iki sağçı və despotik liderin bir-birinin toqquşmasıdır. İsrail tərəfinin mesajına Türkiyə və ölkənin kütləvi informasiya vasitələrindən cavab ünvanlanmayıb. Görünür, Ankara Təl-Əvivdən fərqli olaraq regionda yalançı xaos yaratmağın tərəfdarı deyil. Türkiyə kimin dost, kimin düşmən olduğunu yaxşı başa düşür və uzun siyasi manevrlər etməyə ehtiyac duymur.